Mən avtoritet, Warzakon məqsəd, bütün söhbətlərə gedirəm tova. Adam var, oturub çıxır. Adam var, yatıb çıxır. Mən mürgülüyüb çıxmışam tova. 2 ay 10 gün soğukum olub. Demək olar ki, ömrümün çox hissəsini orada keçirmişəm. Əvvəl qiymət belə idi ki, hər söhbətə getdiyim qiymətin 1 manat 50 qəpikdən qoymuşdum. Bu səfər indi benzin qalxıb deyə 10 qəpik. Mən də bunun hər söhbətin qiymətini 10 qəpik qaldırmışam. 1 manat 60 qəpik eləmişəm. Yəni burada indi bu maksimum qiymət deyil. İndi kasıbların nəzərə alıq aşağı yerdə olur. Kimin nə söhbəti varsa müraciət eləsin. Gedirəm söhbəti yerində həll edirəm. Ya tutar qatır tutmaz ayıran söhbəti deyil, əvvəlki kimi tova. Əvvəl elə idi, gedirdim, göz boboyda, burun boboyda gəlirdim. İndi daha yavaş-yavaş öyrənirəm də, opt yığmışam. Necə hansı söhbəti hansı yerdə necə həll eləyirlər, öyrənmişəm tova.